Salam, hər vaxtınız xeyir. Bu gün 7-ci sinif coğrafiya iş dəftərində mövzu 1-2 cislə coğrafi mövqeyin təyini ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda deyir, verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Verilmiş sözlər yük daşıma, təbii ehtiyatlar, şəhər, cis, məkan, ətraf mühit, dünya miqyasıdır. Və biz mətni oxuyaraq bu sözləri belə deyək, mətndə yerləşdirərik. Coğrafi informasiya sistemləri Norveçdə müxtəlif sahələrdə uğurla istifadə edilməkdədir. Burada cis, səmərəli istifadə. Yəni, nəyi səmərəli istifadə edirik? Əlbəttə ki, təbii ehtiyatlardan. Bura gedəcək təbii ehtiyatlar. Dənizdirsə, əgər burada dənizdən söhbət gedirsə, dəniz yük daşıma olacaq. Bildiyimiz kimi, Norveç dəniz yük daşımasında mühüm rol oynayır. Ona görə bura olacaq yük daşıma. Və mühafizəsi. Nəyin mühafizəsi olacaq? Əlbəttə ki, ətraf mühitin mühafizəsi olacaq. Burada gedəcək ətraf mühit. Yəni, bir sözlə, birinci cümləmiz belə olacaq. Burada cis, təbii ehtiyatlardan səmərəli istifadə, dəniz yük daşımasının inkişafı və ətraf mühitin mühafizəsi və s. sahələrdə tətbiq olunur. Daha sonra ikinci cümləmizdə Norveç texnologiyası vasitəsilə, hansı texnologiya? Əlbəttə ki, cisdən söhbət gedir. Cis texnologiyası vasitəsilə aid məlumatlardan, yəni nəyə aid məlumatlardan? Məkana aid məlumatlardan istifadə etməklə ölkənin təbii gözəlliyini qorumağa, səmərəli planlaşdırılmasına, nəyi şəhərin səmərəli planlaşdırılmasına nail olmuşdur. Yəni, ikinci cümləmiz olacaq, Norveç cis texnologiyası vasitəsilə məkana aid məlumatlardan istifadə etməklə ölkənin təbii gözəlliyini qorumağa, şəhəri səmərəli planlaşdırılmasına nail olmuşdur. Texnologiya inkişaf etdikcə cis ölkənin gələcəyinin formalaşmasında daha mühüm rol oynayır və dünya miqyaslı yük daşımalarını daha rahat həyata keçirir. Yəni, burada olacaq dünya miqyası. Bildiyimiz kimi, Norveç həmçinin dünya miqyasında dəniz yük daşımalarında mühüm rol oynayır. Yəni, birinci tapşırığımız belə olacaq. İkinci tapşırıqda deyir ki, şəkildə Norveçə aid ərazinin cislə hazırlanmış xəritəsi göstərilmişdir. Xəritədəki rənglər ərazilərin seismik cəhətdən orta illik hərəkətini və yer dəyişməsini göstərir. Cis xəritəsində əsasən aşağıdakı sualları cavablandırın. Burada 4 hərf verilib. A, B, C, D, bir də F. Yəni, burada 5 hərf verilib. A, B, C, D, E, F. Hərflərlə qeyd edilən ərazilərin hansılarında nisbətən böyük yer dəyişmələr vardır? Biz əgər aşağıda xəritəmizə baxsaq, burada şkala verilib. Şkalada, yəni illik hərəkətləri, belə deyək, yer dəyişmələri, yəni qırmızı rənglə göstərilənlər 0, getdikcə rəng tündləşdikcə, belə deyək, tünd artıq mavi ilə göstəriləndə yer dəyişmə daha çox olduğu gözə çarpır. Əgər biz burada fikir versək, C qırmızı rəngdəndir. Burada yer dəyişmə azdır və B-də də rəng, yəni hələ tünd göy formasına düşməyib. Amma A nöqtəsində, D nöqtəsində və F nöqtəsində rəng tündləşib, yəni tünd göy formasında göstərilib. Ona görə burada ən çox yer dəyişmələr olacaq A-da, D-də və F-də. Sonra B tapşırığında deyir, illik hərəkətlər hansı səbəblərdən baş verə bilər? Bu testin özündə, yəni tapşırığın özündə belə deyir. Deyir, xəritədəki rənglər ərazilərin seismik cəhətdən orta illik hərəkətini və yer dəyişməsini əks etdirir. Yəni, seismik cəhətdən tektonik hərəkətlər nəticəsində ərazidə illik hərəkətlər baş verir. Bu, xüsusilə Norveç Skandinaviya dağlarında yerləşir və Skandinaviya dağlarını getdikcə, qədim dağ olsa da hündürlüyü artır, şimal dənizinin sahilləri isə enir və bu səbəbdən burada tektonik hərəkətlər baş verir. Səncə verilən cis xəritəsinin tərtib olunmasının hansı faydaları vardır? Cis xəritəsinin tərtib olunmasının mühüm faydaları var. Elə biz burada birinci tapşırıqda da cisin vasitəsilə Norveçin yük daşımalarını, təbii ehtiyatları necə daşıması və şəhər planlaşdırılmasını necə nail olmasını dedik. Sonra digər mövzu ərazinin mövqeyini cislə necə təhlil edə bilərik? Cis xəritəsinin mərhələ ilə hazırlanması üçün aşağıdakı sualları cavablandırın. Xəritəni hazırlamaq üçün cis hansı elementləri vacibdir? Biz bildiyimiz kimi cislə, yəni cisin kompüter avadanlıqları kimi biz kompüterlərdən, serverlərdən, həmçinin GPS-lərdən, planşetlərdən, yəni bu cihazlardan istifadə edə bilərik. Yəni kompüter avadanlığı kimi. Daha sonra məktəb həyəti haqqında hansı məlumatları toplaya bilərik? Həyətdə olan yaşıllıqlar. Yəni həyətdə olan yaşıllıqlardan, həmçinin burada baxdıqda, yəni biz
Burada ağacları görə bilərik, stadionlardan deyə bilərik. Həm burada belə deyək, tennis üçün, futbol stadionu, həmçinin basketbol üçün, yəni bunları deyə bilərik. A şəklində məktəbin yerləşdiyi ərazinin təsvirinə əsasən sualları cavablandırın. Burada biraz şəkil tam aydın deyil. Ona görə buradan tam izah verə bilmərik. Sonra deyib B təsvirinə istinad edərək sualları cavablandırın. Şəkil hansı mərhələni əks etdirir? Bildiyimiz kimi coğrafi informasiya sistemlərini, yəni biz təhlil edərkən, yəni coğrafi informasiya sistemində 5 əsas element vardır. Bunlar kompüter avadanlığı, CIS-ün proqram təminatı, mütəxəssislər, coğrafi datalar və metodlar. Və 4-cü mərhələ, yəni coğrafi datalarda laylar vardır. Burada da elə bir laylar şəklində göstərilib. Yəni bu laylar coğrafi datalar mərhələsinə aid, yəni 4-cü mərhələyə aid. Səncə göstərilən layların hər biri məktəbin yerləşdiyi, burada coğrafi datalar yazarıq. Coğrafi datalar. Yəni 4-cü mərhələ. Göstərilən laylar hər biri məktəbin yerləşdiyi ərazinin hansı xüsusiyyətlərini ifadə edir? Burada da elə bil xüsusiyyətləri ifadə eləsək, bu layları elə bil burada 6 lay verilib. 6 layın ən üstdəki lay olacaq yollar. İkinci lay olacaq relyef. Üçüncü lay olacaq. Dördüncü burada, yəni üçüncü olaraq olacaq belə deyək, torpaq örtüyü. Beşinci olacaq, dördüncü olacaq binalar. Beşinci buradakı göstərilən olacaq sərhəd xətləri. Altıncı da relyefin tam öz əksi olacaq. Sonra dördüncü tapşırıqda deyir ki, ifadələrə uyğun gələn sözlərin altından xətt çək. Coğrafi datalar, metodlar məkanın xüsusiyyətlərinə aid məlumatlardır. Məkanın xüsusiyyətlərinə aid məlumatlar coğrafi datalardır. Yəni coğrafi datalar məkana aid baza məlumatları, yəni məkana aid olan xüsusiyyətlər, məlumatlar toplanır. Ona görə burada datalar olacaq. QMS və CIS məkana aid məlumatların toplanması, təhlili və vizuallaşdırılması üçün istifadə olunan müasir sistemdir. Bu əlbəttə ki, burada söhbət CIS-dən gedir. Bu zaten CIS-in tərifidir verilən. QMS isə qlobal mövqeyi təyin etmə sistemidir. CIS xəritəsinin tərtib olunması üçün iqlim diaqramlarının və xüsusi proqramların tətbiqi önəmlidir. Burada əlbəttə ki, xüsusi proqramların tətbiqi önəmlidir. Bu olacaq. CIS-in hər bir layı, rəngi müəyyən bir məlumat növünü təmsil edir. Burada CIS-in hər bir layı müəyyən bir məlumat növünü təmsil edir. Ona görə burada da olacaq lay. Sonra 5-ci tapşırıqda deyir, CIS-in elementlərinin adlarını şəkildəki uyğun qutulara yaz. CIS-in elementlərinin adlarını şəkildəki uyğun qutulara yazın. Burada bildiyimiz kimi bizdə yəni CIS-in 5 əsas elementi vardır. Kompüter avadanlığı, təminat, mütəxəssislər, coğrafi datalar və metodlar. Birinci olaraq, yəni burada göstərilən datalardır. Bu datalar olacaq. İkincisi kompüter avadanlığıdır. 3-də mütəxəssislər olacaq. Mütəxəssislər olacaq. Digəri metodlardır. Yəni burada hansı metodlardan? Yəni buna metodlar yaza bilərik. Digərinə isə biz proqram təminatı və yaxud yəni belə deyək, tam olaraq informasiya mənbəyini yaza bilərik. İnformasiya mənbəyi, yəni proqram təminatını buraya yazmaq olar.